Bəzən bizim qarşımıza tez-tez eyni rəqəmlər çıxır. Kainat səni sevirmi? Kainat sənə nə mesaj göndərir? Kainat sənə nə demək istəyir? Kainat insanı sevdiyini öz qorucu mələklər vasitəsilə göstərir. Qorucu mələklərdən bizə bəzi mesajlar gəlir ki, Quranda da bəhs olunur həfizə mələkləri. Yəni qorucu mələklərin sənə önəmli qərar verərkən, birisi ilə sevgili olarkən, yaxud da ki, ayrılma ərəfəsində, boşanma ərəfəsində olarkən, yaxud hər hansısa bir karyerada irəliləmək istəyərkən, kainat sənə bəzən eyni rəqəmləri görməklə, 11, 11, 22, 33 və s. bu rəqəmləri görməklə, bəzən sənə eyni maşın nömrələri, məsələn 333 rəqəmini tez-tez görmək, 444 rəqəmini tez-tez görməklə bağlı, bəzən də gözləmədiyin anda önəmli qərar alacağın vaxtı hər hansı bir qəfildən hansısa bir mahnının ortaya çıxması ilə özünü sənə göstərir. Bəs kainat sənə nə demək istəyir? Kainat sənə, mənim bir məsələn müştərim var idi. Müştərim özü biznesmendir, daima işlərində uğur qazanan insandır. Lakin son 3 ildir ki, nəyə əlini atırsa işləri alınmır. İrəliləmək istəyir, hər hansı bir halda bir əngəl maneə çıxır. Hər hansısa bir işdə problemlər ortaya çıxır. İnsani əlaqələr zəifləyib, ailə, dost, sevgi münasibətləri zəifləyib. Müştərimin enerji analizi edərkən, spiritual enerji analizində artıq aydınlaşdı ki, kainat mənim müştərimə sən yavaşlamalısan. Sən çox sürətli gedirsən və naşükürlük enerjisindəsən. Mesajını daima ona göndərir. Ona görə o insan eyni döngüdə olduğu üçün və çox sürətli irəlilədiyi üçün artıq kainat onu daima özü bilmədən dayandırmağa çalışır. Bir müştərim də var idi, tamamilə tərsinə. Daima hərəkət edir, elədiyi bütün işlərdə uğurludur. Amma zənginliklə bağlı, amma xoşbəxtliklə bağlı bütün problemlərə həll olmasına baxmayaraq, ətrafında bir dənə dostu, tanışı, düzəməlli sevgilisi, ona dəyər verən bir gözəl bir seks həyatı belə yoxdur bu insanda. Özdə xanım müştərim. Onu mən spiritual enerji analiz edəndə gördüm ki, kainat ona bildirir ki, sən mənasız insanların yanında dəyərli zamanıva, dəyərli bir bədənvi həba edirsən. Onunla üzərində 1 ay, 2 ay işləyəndən sonra həyatında elə gözəlliklər oldu ki, özü mənə hələ də təşəkkür edir və ən azı 10-20 nəfər mənə müştərilər də göndərib sağ olsun. Ona bu arada ona da təşəkkür edirəm. Allahın və kainatın mənə bəxş elədiyi işıqla qaranlıqlarınıza işıq olmağa daima hazıram.